Düz 30 il sonra Azərbaycanlılar Laçının mərkəzinə qayıtdı və bununla düşmənin o cılız ideyalarına dair ümidləri darmadağın olundu. Bütün bunlar onu göstərir ki, güc və iradə sahibi olan Azərbaycan heç bir kənar müdaxiləyə və təzyiqlərə boyun əymək niyyətində deyil. Prezident Müzəffər Ali Baş Komandanın qətiyyəti ölkənin qarşısında duran istənilən məsələni həll etmək qüdrətindədir. Laçın rayonu Azərbaycanın çox gözəl güşələrindən biridir. Gözəl təbiəti, gözəl insanları, dağları, meşələri, yamaçları, 60 minə qədər Azərbaycanlı yaşayıb orada. Nə qədər nəsillər orada qurublar, yaradıblar. Laçınlılar alimlərdilər, şairlərdilər, ziyalılardılar. Nə qədər Laçından Azərbaycanın görkəmli həm elm, həm mədəniyyət xadimləri, həm dövlət xadimləri çıxıblar. Ona görə də Laçın rayonu bu baxımdan həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli köşələrindən biridir. Arxayın ola bilərsiniz ki, bütün bu problemlərin həll olunması üçün və o cümlədən xüsusən Laçın, Şuşa probleminin həll olunması üçün bundan sonra da mən öz səylərimi əsirgəməyəcəm. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu tarixi və suveren ərazilərimizin sahibinə, yəni özünə qaytarılması missiyasının icrasına dair inam hələ o vaxtdan yaranmışdı. 1993-cü ildə hakimiyyətə qayıdarkən dahi liderin mühüm vəzifə elan etdiyi məsələlərdən biri də işğal olunmuş ərazilərimizin, o cümlədən Laçının azad olunması idi. Həm ordu quruculuğunun, həm də diplomatik fəallığın artırılmasına dair görülən işlər Laçına qayıdışımızı hər gün daha çox sürətləndirirdi. 44 günlük Vətən müharibəsində məğlub tərəfin imzaladığı kapitulyasiya aktı ilə Ermənistan Laçın rayonundan da çəkilmək məcburiyyətində qaldı. O cümlədən rayonun mərkəzi olan Laçın şəhəri ilə birgə Zabuq və Sus kəndləri də 3 il ərzində Azərbaycan ordusunun nəzarətinə keçməli idi. Lakin hər şey gözləniləndən tez reallaşdı. Müharibədən heç 2 il keçməmiş Laçın şəhərinə qayıtdıq. Yenə də heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilmədi. Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür. Çünki başqa yol yoxdur. Və qisas əməliyyatı Ermənistana bir də göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansı telefon zəngi, heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Azərbaycan həm hərb meydanında, həm də siyasi arenadakı dəmir yumruğu yenə öz müsbət nəticəsini verdi. Müəyyən zamanlarda başına aldığı zərbəni unudan və Laçınla bağlı da vaxt qazanmağa çalışan İrəvana Azərbaycan diktəsi bir daha xatırladıldı. Bu məsələnin sürətli həllinin və güc nümayişinin hesabına kapitulyant ölkə mindiyi özgə atından düşməyə məcbur edildi. 3 il ərzində bütün bu prosesin icra olunmasına rəğmən Azərbaycan il yarım ərzində bu prosesi yekunlaşdırdı və dünya standartlarına cavab verən yol artıq istifadəyə verilmişdir. Qisas antiterror əməliyyatı əməli praktiki və hüquqi müstəvidə Ermənistanı sülhə və üçtərəfli birgə bəyanatın yerinə yetirilməsinə məcbur elədi. Çoxdan həll olunmuş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar anlayışlar da artıq leksikondan çıxmaq üzrədir. Məsələn, Madrid prinsipləri, Minsk qrupu, status kimi ifadələr. Laçına qayıdışımız isə qarşı tərəfdə olan qalan ümidləri də puç etdi. Laçın dəhlizinin artıq yeni yolla sentyabrın 1-dən əvəzlənməsi o demək olacaq ki, Laçın dəhlizinin keçmiş statusu ləğv edilir, artıq yeni status olacaqdır və bu status yeni ondan ibarət olacaqdır ki, yeni yol koridor ola bilməz. Hər şey ona işarədir ki, haqlı tərəfin ədalətsizliklə üzləşməsi heç də əbədi deyil. Müxtəlif dövrlərdə torpaqlarını itirən, əhalisi soyqırımına məruz qalan, bir sözlə haqqı tapdalanan Azərbaycan ədalətli də özü bərqərar etdi. Tarixi ədalətsizliyə son verən regionun lider dövlətinin tarixi ərazilərində suverenliyinin bərpası prosesi artıq başlayıb. Heç bir amil bunun qarşısını ala bilməz. Azərbaycan əskərinin ayaq basdığı hər qarış torpaqda sancılan 3 rəngli şanlı bayraq əbədi dalğalanacaq. Yaşasın Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan, Qarabağ Azərbaycandır! Rüstəm Mikayılzadə, Vüsal Qaraca, ASTV Xəbər.